Mənim bu Qəbələdən çəkdiklərim nədir axı? Təxminən 2 il əvvəl Qəbələdə bir villa kirayə elədik. Sən demə, əslində dırnaqarası villa imiş. İndi sizə səbəbini izah edəcəm. İçəri daxil olan kimi gördük ki, nə qaz gəlir, nə işıq yanır. Evin sahibi ilə əlaqə saxladıq, dedi ki, yarım saata problem həll olunacaq. Yarım saat oldu, tam 4 saat. Heç bir problem həll olmadı. Ev sahibindən ödənişi geri istədi, amma ödənişin geri qaytarılmayacağını dedi. Hətta mən bu barədə çəkiliş edib video yayımlayacağımı desəm də, get nə istəyirsən elə, mən pul falan qaytarmıram dedi. Bəlkə də xatırlayanlar olar, həmin videolara 1 milyondan çox baxış gəlmişdi. Amma mən bu dəfə elə bir villaya gəlmişəm ki, söz tapmıram daha. Villada nə desəniz var, isti baseyni, söhbətgahı, maraqlı oyunları, nərd, domino, hər növdə kitabları, qəlyanı, burada hər kəsin hobbisi düşünülüb. Mətbəxə aid hər şey var idi. Manqalı, sacı, qabı, qazanı, elektronika əşyaları, hətta villada nə az, nə çox tam 4 ədəd sanuzel mövcuddur. Otaqların hər birini çəkib sizinlə bölüşürəm. O qədər təmiz və fərah idi ki, mən həyatımda bundan gözəl villa görməmişdim. Digər villanın sahibi də baxıb bəlkə biraz özünü örnək götürər. Tez-tez bizlə maraqlanırdılar, nəyəsə ehtiyacımız olub-olmadığını soruşurdular. Villada 3 ailə rahatlıqla qala bilər. Qiymətləri də mənim fikrimə görə münasibdir. Hətta 3 ailə arasında bölündükdə demək olar ki, su qiymətinə düşür. Villa Venividi villasıdır.